Avtomobil sahiblərinin icbari sığortasında illərdir tətbiq olunan bonus-malus sistemi ləğv edilir. Mərkəzi Bankın qərarına əsasən, bundan sonra sığorta haqqının hesablanmasında sürücünün sığorta tarixçəsi əsas götürüləcək. Yeni qaydaya görə müəyyən edilən sığorta tarixçəsi əmsalı 0,6-dan az, 3-dən isə çox ola bilməz. Bu isə sürücülərin qəza tarixçəsinə uyğun olaraq daha aşağı və ya daha yüksək sığorta haqqı ödəməsi deməkdir. Əvvəl bildiyimiz kimi hadisə baş verdikdə şəxsin adında birdən artıq nəqliyyat vasitəsi varsa, birbaşa 3 əmsal tətbiq olunurdu. Yəni standart sığorta haqqısı bunun 100 manatdırsa, avtomatik növbəti il əgər həmin şəxsin bir il ərzində 2 və daha artıq adında nəqliyyat vasitəsi sığortalanmışdırsa, 3 əmsal tətbiq olunurdu. Bu artıq bu formada olmayacaq. Hər hadisəyə görə 30% sığorta haqqının üzərinə əlavə olunacaq. Bundan başqa yeni qərara əsasən əvvəllər avtomobil satıldıqdan sonra qəza baş verəndə müqavilə kimin adında idisə, onun sığorta tarixçəsi korlanırdı. Ekspertin sözlərinə görə yeni qərar bu çatışmazlığı aradan qaldıracaq. Ancaq yeni sistemlə artıq sığorta müqaviləsi, avtonəqliyyat vasitəsinə belə deyək, aidiyyatı olan etibarnaməsi və yaxud da mülkiyyətçisi olan şəxslərin adına yazılmağından asılı olmayaraq, hadisə zamanı hadisəni törədən şəxs kimdirsə, onun bonus-malus sisteminə belə deyək, yüklənmə əlavə olunacaq bir hadisə üzrə 30%. Əgər il ərzində hadisəsiz başa vurursa sürücü, ilə 5% də sığorta haqqına endirim tətbiq olunacaq. Vüsal Bədalov onu da əlavə etdi ki, yeni qaydalara əsasən bonus-malus sistemi artıq hüquqi şəxslərə tətbiq olunmayacaq. Bu, sığorta haqqının hesablanmasında daha şəffaflıq yaradacaq və risklərin dəqiq qiymətləndirilməsinə imkan verəcək. Dəyişikliklər 2 aydan sonra qüvvəyə minəcək. Ramal Abdullayev, Davud İbrahimov, Xəzər xəbər.